Salamünaleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikdəyik. Videomuza başlamazdan öncə sizlərdən xahişim videolarımızı bəyənib paylaşmağı, öz fikirlərinizi bizlə bölüşməyi unutmayın. Hər kəsə dəstək üçün təşəkkür edirəm. Artıq gün batır, yavaş-yavaş keçilər. Axşamın az da olsa sərinində qarınlarını doydurmağa çalışırlar. Bu da bizim hələbimiz. Buna bir jest eləmişik. Anasıyla bir yerdə olur. Axşamlar saat 5'dən sonra anasının yanına buraxılır. Anasını axşamlar sağmayırıq. Daha doğrusu demək olar ki, bir 40% sağırıq, qalanı buna qalır. Deyirik biraz inkişaf eləsin. Biraz bunun ayağı qırılandan sonra zəif qalmışdı. İndi yavaş-yavaş özünə gəlir, şükür Allaha. Bu iki hələb çəpişlərinin içində ən balacası buydu. Bu təqribən 4 ay yarım deyək də, 4 ay yarımlıqda orta hesabla 5 ayına gedir. Keçilərdə dəhşət isti olur. O qədər isti olur ki, heyvan demək olar ki, saat 6-7'nin yarısında ancaq çölə çıxır. Bu da bizim Sanən hələb mələzimiz. Çarıq boynuzu qırıq köyəlimizin balasıdır. Bunlar ikiztaydılar. Doğanda onun bir dənə ağ başısı var idi. O yaşamadı. Bu yaşadı. Bu da bizim alpinimiz. Ayaqları biraz təcrübəsizdir. Kanala düşübdür. Kanaldan hoppanıb eləmək təcrübəsi zad yoxdur. Ona görə gedib kanala düşübmüş. Axşam bir qəşəng isti havada sərinliyibdir. Yəni qəşəng çimibdir. Yaxşı çimə bildinmi? Bunu adaptasiya eləyirik keçilərə. Yavaş-yavaş keçilərlə dalaşır eləyir. Uyğunlaşmağa başlayır. Təkəni qatana qədər keçin içində fırlana bilər. Artıq bəzən təkəlik də eləmək istəyir. Amma hələ tam o deyil. Təkəni də qatanda bunu keçin içindən çıxardarıq ki, yoxsa təkə bunu biraz üstünə sala bilər. Dur görüm, dur yatmaq vaxtı. Bunun yavaş-yavaş tükü durulmağa başlayır. Ayaqları da açıldı. O qədər içəridə bağlı qalmışdı ki, yerimək zad da yaddan çıxartmışdı. Bu inşallah gələn il üçün bizim damazlıq təkə namizədlərindən biridir. Rəngi zadı yavaş-yavaş məncə öz dədə babasının soy kökünə qayıtmağa başlayır yəni. Düzdür, bir 25% qanında sanənlik var. 75% alpindir. Amma məncə alpin kimi qələmə vermək olar bunu. Yəni, bizim alpinimiz deyək. Bu da bizim bu köyərimiz. Gördüyünüz bu köyər. Bunun anası da, haradadır bunun anası? Bunun anası burada yatır. Bu yatan keçimizdir. Bu keçimiz də çəpişsə doğmadan süd verirdi. Buna bir çəpiş vermişdi, onu saxlayırdı, heç bala vermədən. İndi bunun balası da eyni şəkildə. Bu Mursianadan olma balası. Bu da artıq bir yarım ay olar ki, bunu sağırıq əməlli başlı, bunun südü olur. Gündə bir dəfə sağılır. Belə bu keçilərdə belə bir vəziyyətdə, cins keçilərdə doğmadan süd vermə olur. Bu asılıdır yemlənmədən, güclü yem yeyəndə və yaxud da ki, genində də, qanında da olanda belə bala vermədən süd verə bilir. Bir budur, bir də bizim burada bir qırmızı var, orada buynuzlu qırmızı. Onun da gözümüzdən qaçıb südə gəlib yelinin biri şey olmuşdu. Südü sağmayanda ona nəzarət eləmək lazımdır. Onu sağmayanda heyvanın mastitə çevirə bilir. Onun yerinin birini zədələdi. Ümid edirəm ki, gələn il düzələr. Düzəlməsə bir yelin qalasıdır. Amma bunu artıq sağdıq ki, eyni situasiya baş verməsin. Bu Mursiyanamız, bu yazığın yelinin biri düşdü. Bundan sonra bir Rus keçimiz var idi. Köyər, onun da yelini düşdü. Bilmirəm, bir zibil bir xəstəlikdir. Qara bir dənə hələb dönməsi keçimiz var deyək ki,
O da qarantindədir hal-hazırda. Onun da yelini düşəsidir artıq. Nə bəladır, nə xəstəlikdir, başım çıxmır. Heç biri iynənin təsiri yoxdur. Yəni yelinə mikrob düşdü mü, yelini salır. Yelin şişir, daşa dönür, ondan sonra düşür gedir. Qanlı mastit gedir, nə gedir bilmirəm, bir zəhrimar bir xəstəlikdir. Və bu təkəmizin də bu qabaq ayağı biraz əyri bitişdi. İndi yavaş-yavaş elə bil yeridikcə düzəlir. Keçilər artıq qaçmaq istəyirlər. Ağcaqanadlar çıxdı deyə sərin düşən kimi keçilər də özlərini aparıb tövləyə dama girmək istəyirlər ki, biraz ağcaqanaddan canlarını qutarsınlar. Buna bax. Bu da görək nətəri, böyüməsi nətər olasıdır. Bu da gələcəyin təkələrindən biridir. Əyağı yaxşı düzəlsə, bəlkə gələcəkdə təkə ola bilər. Düzəlməsə, gedəsidir ətliyə. Bu küvərimiz keçənki küvərlərdir. Bu bala vermədi. Bu bayaq o südə gələn bala vermədi. Bu Mursiana Sanən mələzi bu bala vermişdi. Ondan sonra buradakı bu ağacın altındakı bu bala vermişdi. Ağlar var, ağ sanənlərimiz var. Bir orada o yatan. Bunların Rus keçisinin balalarıdır. Bunlar yarı Rus keçisi, yarı sanəndilər. Bir də buradakı ağ. Bunlar bala verdi, amma bunların balaları yaşamadı. Bu ağ bir dənə balaca bir sanən təkəmiz vardı. Qışda videolarda görmüş olardı, çəpiş. Ondan təkiyə gəlmişdi, ona görə bala yaşamadı. Bu birisi də pastelyoz oldu deyə balası doğuldu, öldü. Pastelyoz elə bizdə bir şeydir. Balanı ananın qarnında zəhərləyir. Ya ölü doğulur, ya da doğulan kimi ölür. Bu ağ da, bu küvərimiz də doğmadı. Bunun anasının bu dəqiqə yelini düşmə ərəfəsindədir. Artıq pis gündədir. Keçilərin bu arada görürsünüz buynuzlarını kəsmişəm. Bunların buynuzlarının ucu çox iti idi. O rezini salmaq istəmədim. Süd sağırıq, keçini stresə salar, rezi pis günə qoyur. Amma buynuzları da çox pis uzanmışdı. Bir-birlərini vuranda dəhşət zədəliyirlər, incidirlər. Ona görə bunların buynuzlarının ucundan belə kəsdik. Suvenir düzəldəcəm bunların buynuzundan. Oradakı bayaqki qara çəpiş, hara getdi o avara? Oradakı qara çəpiş küvərin balasıdır. Bu ekiz doğdu, bir balası yaşamadı. Bu da doğmayıbdı, bu küvər. Bu balaca da doğmadı. Bunlar 50% Mursianadılar, 50% sanəndirlər. Ona görə belə bir gülməli bir formaya düşüblər. Çox balacadılar. Mursiana onsuz da balaca cinsdir. Bunlar da balaca qaldılar. Bu da bunun genində 3 gen var bunda. Bu 50% Mursianadır, 25% sanəndir. 25% də hələb. Daha doğrusu bunun hələb qanı sanəndən daha çoxdur. Hardasa bu təqribən bir 35% hələb qanı var bunda. 50% Mursiana, 15% aşağı yuxarı sanən qanı var. Bu yerli keçi ilə sanən mələzinin balasıdır. Bunda sanənlik hardasa bir 60% sanənlik var, qalanı yerli keçidir. Bu da Mursiana sanən mələzidir. Bu da doğubdur bu il. Bu ən birinci doğandır. O südə gələnin ekiz tayıdır bu. Bundan o indi süd sağdığım, bunlar 5 aylıq olanda yelinlərinə süd gəlmişdi. Bu ən birinci doğandır. Bu keçilərlə bir doğdu. Bu da doğmayıbdır. Burada duran bu qarasa, bu mənim ilk eksperimental nəticəmdir. Bunda da 3 gen var. 50% bu Mursianadır. 25% sanəndir, 25% hələbdir. Bu 3 genli, ilk 3 genlidir. Bu ilki çəpişlərin içində 3 genlilər çoxdur. Amma keçənkilərin içində
Bir dənə əsas ideal 3 genli, bir dənə budur. İndi görək bunun balaları necə olasıdır. Görək bunun balaları eksperimental formada nətər çıxasıdır. Bu il ona hələf təkəsini qatasıyıq. Görək nə effekt verir. Və keçilər artıq qarınları doyubdur. Bir axşam yeməyəsidirlər deyə biraz arxaya indilər. Ona görə otlamaq da istəmirlər. Həm də ağza qanat qoymur. Bax, bu da bizim ən təmiz sanən köyərimizdir. Bu il ikinci balasını verdi. İntihası bunun bilmirəm problemi nədir. Bunun beynində nəsə problem var. Bunun arada bir tutması tutur. Bu yaz bu bir 15 gün yerdə uzanıqlı qaldı. Başını yerə döyürdü. O qədər başını döymüşdü ki, gözü şişmişdi. Sonra yavaş-yavaş özünə gəldi. İndi başı tam düzəlməyib. Böyrü üstə gəzir belə. Bu amma ən ideal sanən. Əslində bu çəpişdiyinə ekiz bala verdi. Balaları yaşamadı. Bunun balaları yaşasaydı, ya da bala verməsəydi, bu çox gözəl bir köyər idi. Amma tez bala verdi. Sonra da həmin o xəstəlik tutdu. Ona görə tam böyüyənmədi. Amma ən ideal sanəndir. Yerin quruluşu, buynuz forması, qulaq forması, bədəninin simmetriyası. Bu ən ideal sanən ölçüsündədir. Südü də belə pis olmur. Bu ildə keçənki balasını saxlayamadıq. Keçən bunun çox gözəl bir balası vardı. Qotazları qulaqlarından sallaqlı idi. Belə qeyri-adi bir bala idi. Heyif ki, qalmadı. Təmiz sanən idi. Sanən təkəsindən düşmüşdü o da. Bu il amma hələbdən düşmə balası var, dişi. Onu inşallah damazlıq saxlayasıyıq. Bunun iki dənə də bizdə bağışçısı var. Bu alalar. Bir bu ala. Bunun bacısıdır. 1 yaş balacadılar. Bir də bizim orada bir alamız var. Bunun ikiz tayı. Hələb keçsin arxasında duran. Bu da bunun bacısıdır. Və bunlar da bizim bu hegemon keçimiz. Bu da bu hegemonun balaca bacısı. Bunun da buynuzunu kəsdim. Bir əyri qəribə bir buynuzu var idi. Bu hegemon da bu il böyük ehtimal artıq ətlik kimi gedəsidir. Çünki nə bundan bu il ekiz bala saldı bu. İğnə vuranda stres elədi. Süd də o qədər ciddi bir süd olmur. Həm də ki, o qədər güclü heyvandır ki, elə yemi zadı tək başına yeyir. Görürsünüz, kökələyir, ondan sonra da süd olmur. Ona görə bu il bu artıq qərara gəlinib ki, kababsa da olsa daha effekt olar. Ona görə bu il bu sürüdən çıxasıdır. Və bu üçlü mələzin anası budur. Hələ də əmizdirir bu balasını. Bunu bir 4-5 ay idi dişi çəpişdənisində saxlayırdıq. Axırda buraxdıq ki, bəlkə əmizdirməz. Bir 3-4 gün əmizdirmədi. Sonra yenə başlayıb əmizdirməyə. Bunun özü sanən. Bunun anası bilmirəm, sanən idimi, lamanka idimi, nə idi başım çıxmır. Kərəqulaq keçi idi. Sanəndə kərəqulaq olmur. Dədəsi amma bizim o məşhur bir hələbimiz var idi, odur. Bu da o elə bir mələzdir. Bu da alpinimiz. Görürsünüz, yavaş-yavaş artıq təkəlik instinktləri ortaya çıxmağa başlayır. Ona görə bu gedişlə təkə qatımından daha tez sürüdən çıxasıdır. Çünki birdən keçilər bu arada təkiyə gəlirlər artıq. Amma bunda hələ o qədər ciddi inkişaf yoxdur deyə bu onu hiss eləmir. Amma günü-gündən baxıram ki, bunda təkəlik instinktləri ortaya çıxmağa başlayır. Ona görə yəqin ki, biz təkəni qatasıyıq oktyabrın əvvəli, sağlıq olsun, oktyabrın ilk həftəsi. Ona görə bu böyük ehtimal o vaxta qədər təkəliyə başlaya bilər. Bunu sürüdən çıxardacaq. Artıq bu təkəlik eləmək istəyir. Gələn il sürünün əsas liderlərindən biri olacaq bu. Ümumi olaraq bu qədər. İnşallah növbəti videolarda görüşərik. Allah hər kəsin təsərrüfatına bərəkət versin. Allah əziyyət çəkənlərin əziyyətinin min qarşılığını versin deyək. Zəhmət çəkən hər bir kəsin zəhmətinin qarşılığını versin. Allah amanında.